Güya açıqlasan nə olacaq ki? Kim mane olacaq ki? Aygün xanımdan biz bu onayı aldıq. Xanım müğənnidir. Hər məsələdən istifadə edən insan deyiləm. Təbii ki, bu gözəl bir musiqi hadisəsi olacaqsa, çox istəyərəm. Çünki Əfəndini mən çox bəyənirəm və onun yaradıcılığını yaxından izləyirəm. Çünki doğrudan da onun çıxış elədiyi ölkələrdə, yəni ona qarşı olan münasibəti görürəm. Niyə də olmasın? Amma mənim bu yaxında bir duetim də olacaq, amma hələ ki açıqlamıram. Bu sözü də sevmirəm, hələ ki açıqlamıram. Güya açıqlasam nə olacaq ki? Kim mane olacaq ki, gözəl iş olandan sonra? Sadəcə ona görə yox. Çünki təsdiq gözləyirik. Təsdiq olandan sonra mahnı təsdiqi. Çünki artistlə artıq biz danışıqlar keçib. Xanım müğənnidir. Mən mahnını çox bəyəndim. Ümumiyyətlə Cəmilə xanımın vokal gücünü mən çox bəyənirəm. Melodik mahnıları çox sevirəm. Burada biz əsas məqsədi müəyyənləşdirməliyik ki, biz qalib olmaq üçün mü gedirik, yoxsa zövqlü musiqini təbliğat üçün? Təbii ki, söhbət zövqlü musiqidən gedirsə, bizim artistimiz çox güclü səsə malikdir. İstənilən yerin doğrudan da önəmi yoxdur. Düşünürüksə ki, biz birincilik üçün gedirik. Təbii ki, mahnı zəif qala bilər. Zövqlü musiqi, melodik janrda olan bəstə üçün yarışırıqsa, doğrudan da bu gözəl və mən çox bəyəndim. Uğurlar da arzulayıram. Gün ərzində yalan olmasın, 5-6 dəfə də qulaq asıram. Mənə çox gözəl hisslər yaşadır mahnı. Biz hazırlaşırdıq, sadəcə mahnı çatdıra bilmədik. Qaldı ki, Dream Festdə. Yəni mən dediyim kimi, mən biraz elə insan deyiləm ki, harasa can atım, istəməyən yerlərə əl uzadım. Mənə nə vaxtsa, nəsə təklif olunarsa, mən orada lazımamsa, mütləq şəkildə qatılmaq istəyərəm təbii ki. Amma hələ ki elə bir təklif yoxdur. Olarsa da canla başla, yəni buna bizim gücümüz də var, enerjimiz də var və komandamız da var ki, onların istədiyini biz onlara ötürə bilərik. O solmuş çiçəklərim yar yar. Bilirsiniz ki, bu yaxında xalq artistimiz Aygün xanım Kazımovanın möhtəşəm albomunda yer aldım. Doğrudan da bu mənim üçün çox həyəcan verici və qürur verici bir hissdir ki, doğrudan da bu gözəl, mötəbər musiqi bayramında mən də öz yerimi aldım. Buradan Aygün xanıma təşəkkür edirəm. Aygün xanımın yaradıcı heyətə, Ruslana, Elvinə təşəkkürlər ki, bu albom boyu bizimlə yaxından maraqlandılar. Doğrudan da gözəl hisslər idi. Ümid edirəm, hər kəs bəyənib. Təbii ki, rəylərə baxıram, çox adam bəyənib. Eşitdiyimə görə Aygün xanım da bəyənib. Bu məni doğrudan da həyəcanlandırdı və yıxılırdım. Aygün xanımdan biz bu onayı aldıq. Mən açığı albomu çıxartmaq istəyirdim bu ərəfədə. Təbii ki, Aygün xanımın albomu çıxdı və biz ona da hazırlaşırdıq. Ona görə mən biraz albomu ertələməli oldum. Çünki doğrudan da albom üzərində işləmək çox çətindir, çox çətindir. Yəni 5 dənə, 6 dənə mahnı işləyirsən, yenidən başqa bir mahnı gəlir, həyəcanlanırsan, bu 6 mahnı qalır, təzədən o tərəfə yönəlirsən və bununla bərabər də müxtəlif proyektlərdə yer alır, konsertlər, çıxışlar. Ona görə biraz ertələməli olduq, amma ki, yəqin ki, üzü payıza bu albom işıq üzü görəcək və çox doğrudan həvəslə komandamızdan hazırlaşırıq və əminəm ki, hər kəs bəyənəcək. Olaya sizi sevirəm, sevgi ilə qalın.